Bura şəhərimizin ən böyük istirahət kompleksi olan Firavan Parkdır. Buranın sahibi isə həm də Rusiyada biznesi, bir neçə araq zavodu olan Cəbrayıl əmidir. Onun dilindən davay sözü düşmür. Ona görə cəmaət də ona davay Cəbrayıl deyir. Cəbrayıl, sən gəl bu daşı tök ətəyindən. Bizim bu Firavan şəhərimizdə səndən hörmətli, səndən qüdrətli kim var ki, gəlib bizim başımıza ağalıq eləsin? Düz deyir. Səni o qədər çox istəyirlər ki, bu günləri şəhərdə iclas keçirildi, cəmaət iclas elədi. Bizi də çağırmışdılar. Bizi də göndərdilər bura ki, səninlə danışaq, namizədliyi verəsən. Bu qənd kimi gözüm ağarsın. Cəbrayıl, yalan deyirəmsə. Şəhər cəmaatı sizi hamıdan üstün tutur. Sözünün əvvəli də Cəbrayıl da axırı da. Keçən il arvadın rəhməti gedəndə. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bütün şəhər cəmaatı gəlmişdi başsağlığa. Cəbrayıl, sən o qədər yaxçılıq eləmisən ki, cəmaət səni çox istəyir. Firavan şəhərdə cəmaət sənə Hacı Zeynalabdin kimi baxır. Я это знаю. Ama bu şəhərin icra başçısı olmaq asan məsələdir. Bu boyda şəhərin yükünü daşımaq elə birsiz asandır. Bunun min dərdi səri var. Cəbrayıl, əgər sən razı olmasan, bir naşükür gələcək, şəhəri düzəltməyə əvəzinə xərab eləyəcək. Sən gəl razılaş, götür çiynivə bu yükü. Məsələ buradadır ki, seçki kampaniyası var. İmza toplamağı var. Elə birsiz asandır. Çətindir axı. Trudno. Sən heç narahat olma. Bunların hamısını biz həll eləyəcəyik. Əsas odur, sən razılıq ver. Heç əziyyət çəkməyəcəksən. Qətiyyən. Nada Padoviç. Asan məsələ deyil.